Vahid kişi, siz elmli adamsınız. Bilirsiniz ki Allah sağ birden ne talep edir, ne istəyir, onun Peyğəmbəri nə istəyir. Bununla belə filan qədər sizin yaşınız da var, amma ki siz hal-hazırda namaz qılmırsınız. Bunun hansı səbəblərdən Allaha baş əymirsiniz? Yox, mən baş əyməkdən getmir söhbət. Mən başım həmişə Allah qabağında aşağı olub. Yəni mən başımı dik tutmamışam. Həmişə də fikirləşmişəm ki, mən bilmirəm nə üçün qılmıram, amma qılmışam vaxtı ikən. Sonra dində mən bəzi şeyləri gördüm, düzdür, o mənim öz təqsirimdir. Gördüm, hələ bir günə ki, mən bilmədim mən neyim, mən o dərdimi kimə deyim, bu din pərdəsinin altındakiləri mən kimə deyim, hara danışım. Hələ bir yavaş-yavaş mən soğudum və bilmədim dindən soğudum, yoxsa kəsi beləyim ki, o dindəkilərdən soğudum. Bilmədim bunu kimin boynuna atım. Yəni düzdür, bəlkə də mənim o tənbəlliyimdir, neyinsə boynuna atmaq istəyirəm. Hələ bir gün ki, məndə alınmır. Mən qıla bilməm, nə sigaret çəkərəm, nə içki içənəm, nə bir şey, yəni deyim, oruç tutmağa da imkanım var. Yəni ki, sigaret çəkmirəm, içki içmirəm, sən deyən o qədər də yeməyə meyilli. Libo saat, libo dəvə, libo mən oruç tuta bilərəm. Amma nə bilim, tənbəllikdən, mən belə bir yekun bir söz deyərdim ki, tənbəllikdən qılmıram bəlkə də. Tənbəllikdən. Yox, siz dediniz ki, nəsə baş verdi, nə baş verdi? Yox, o baş verdi. Burada qardaş-qardaşa hesab edilən ki, qan tökdü, qardaş-qardaşın qanını tökdü burada, həmin o dinin üstündə. Gəldim, gördüm, mən öz maşınımla gəldim, maşınım var idi, köhnə 21'im var idi. Gəldim, gördüm, ilah pərvərlər. Burada nə oyun çıxardılıb? 2 qohum, 2 əmoğlu, 2 qardaş, hesab edilən ki, biri bir təbəqədə, biri bir təbəqədə, bir-birinə düşmən kesilirlər burada. Hələ bir günə ki, nə bilim burada. Baxdım, dedim, yox, mən getdim, bununla da qutardım, mən dinlə qutardım. Ayrı insanların dinlə nə dəxli var axı? O mənim təqsirimdir da, mən biraz bəlkə də o psixoloji haldan yanaşdım buna. Bəlkə məndə o psixologiyam doğrudan da bəlkə bir zədəlidir, o hələ bil, həmin o zədə biraz da dərinə, o zədə biraz da dərinə getdi. Bizim bilirsən ki, birinin beyni, məsələn, bir yara alır, deyirlər ki, dərindədir, biz buna heç nə bilmərik. Bunun çarəsi yoxdur. Adam da var, deyir ki, səhvdədir, üzdədir, bunu bir təl yoluna qoyacaq. O məndə hələ bir günə, o yara biraz da dərinə getdi. Məndə, bax, bu verdiyi, o rus kimi asnajeni verdi, bəlkə mən artıq hesab edin ki, söndüm hər şeydən. Amma gəl də varlıqdan sönməmişəm, ilahiyyətdən sönməmişəm. Amma hesab edin ki, alınmır da məndə. Bilmirəm, nə üçün alınmır? Mən kimdən qəzəbliyəm? İnsandan qəzəbli. Amma ki, Allahdan qəzəbli ola bilmərəm, mən Peyğəmbərdən qəzəbli ola bilmərəm, Allah'a şükür. Yəni ki, səhərdən axşamacan mən internetdə Quranı da qoyuram, qulaq asıram ona. Onu şeylə də, o təcvidlə də qoyuram, onu o ritmik hissəsində qoyuram, hamısına qulaq asıram, onunla bir şey alıram, rahatlıq tapıram. Amma bilmirəm nədir, alınmır da. O ki, dediniz, qohum bir-birini qırıbdır. O din üstündə. Bunları da, yəni ki, nə bilim, kim qırdı? Nə belə bilmədlər oldular, nə idi səbəbləri? O bilsən necə idi? Mən bilmirəm bunun adı necə ki, istəmirəm ad çəkim, burada ad çəkim, yəni bu çox dərinliklərə gedib. Adlarını çəkmir, amma sonrası bilməlik, söhbətlərdən gedir. Bunu bilmirəm, kim elədir, neyədir? Yəni ki, bir zümrədir də, bunlar hamısı bir-birinə qohumdular da, bir nəsildir də, bir-birinə qohumdur. Bunlarla bu əmoğlu, bu dayıoğlu, bu oğlu, hamısı bir özün ki, aləm var, biri o yana çəkildi, biri belə çəkildi, sonra da eləcə birdən özlərindən bir xəbər gördülər ki, meydanda, Bezəli meydanda bir-birinin başı dunar. Yəni, biri əli sünnə idi, biri əli şiə idi. Burada şiəlikdən, sünnəlikdən gelir söhbət. Burada bir başqa bir şey var idi. Başqa bir şey var idi. Yəni ki, onu mən dilimə getirməyəcəyəm. Bunu mən deyəcəyəm, başa düşən başa düşəcək. Başa düşən başa düşəcək. Burada Quranda Əshab surəsi var, orada bir ayə var. 40-cı izlədiyin ki, ayə var. Orada Məhəmməd Peyğəmbərinin sonluğu haqqında bir ayə var. Bax, orada bunlar hamısı yazılıb. Başa düşdün, bəziləri bunu bir başqa cür başa düşdülər. Bəziləri bunu bir başqa cür qəbul elədilər, bəziləri bunu bir başqa cür yoluşdular. Amma bu, mənim, yəni ki, burada düşən o qiyamətin ki, hansı bu, o Əshab surəsinin 40-cı ayəsinin altında dayanır. Nə deyir o ayədə? Orada deyir ki, Məhəmməd sizin içinizdə heç bir kişinin atası deyil, Allahın rəsuludur, amma nəbilərin sonuncusudur.
ve Allah her bir şeyi bilendir. Mekane Muhammedin aba ehedin ricalekum ve lakin Resulallahu ve hatemen nebiyyine ve kanallahu bi kulli şeyin alim. Bak bu hemin 40. yani Eshab suresinin 40. ayesidir. Bak hamısı olarak bunun altında yatır. Hemin o kırığının bak burada yatır. Ben başa düşdüm söhbət nədən gelirsə. Əliхан Musar adlı bir ilahiyyatçı var yaxşı. Əmircanlı diyor. Yox, onun əmisi Əmircandadır. Özü de Əmircanlı diyor. Hadi Onun əmisi, kimdə onun əmisi? Özünü Peyğəmbər Kimdə adı? Kimdə adı nədir? O şey Əlihan'ı deyirsən sən, Əlihan Musa. Əlihan onun qardaşı oğludur. Bu adam isə özünü Peyğəmbər oğlanlar çox olur. Tarix kullanılan, tarix yarananlar çox insanlar özlərinə Peyğəmbər də deyiblər, mənə nə də deyiblər, nə də deyiblər. Peyğəmbər sözü əvvəla Quranla heç vaxt uzlaşmır. Çünki o Peyğəm sözü fars sözüdür. Ərəbdə Peyğəmbər sözü yoxdur. Nə deməkdir Peyğəmbər? Peyğəm sözü belə gələn ki, xəbər deməkdir. Bərdə kəsi belə gələn ki, Peyğəmbər xəbər keçirən, xəbər verən. Peyğəm xəbərdir. Başa o fars dilindədir. Ərəb dilində rəsuldir, bəşirdir, sonra elçidir, sonra nəbidir. Nəbi də burada bir başqa cürdür. Nəbi, nəba sözündəndir. Nəbi, yəni ki, xəbəri alan və xəbəri verən. Nəbi, xəbər alan. Xəbər alan az olub. Amma xəbər verən çox olub. Məsələn, Məhəmməd Peyğəmbər, məsələn, 2 də missiya daşıyıb. Həm xəbər alıb, həm xəbər verib. Bildin necə? Bax, nə qədər bizim xəbər alanımız var. Quranda nə qədər xəbər alanımız var. İndi biz bildiklərimiz kimdir? Yox, biz bildiklərimiz yox, biz bildiklərimiz də birinci İbrahim Peyğəmbərdir. Xəbər alan, nəbi, ona nəbi deyirlər. Ondan sonra gəmirlər başlayır. Vahid kişi deyəndi ki, bu özünü Peyğəmbər elan edirsə kimsə, o adam artıq müsəlman deyil. Mən belə başa düşürüm, dinimiz bunu deyir. Deməli, o 2 nəfər, o 2 qohum, o adam bir tərəf müsəlman olub, o bir tərəf qeyri-müsəlman olub. Bu uzun çəkən məsələ, bu neçə illərdir bu söhbət gedir. Neçə illərdir bu söhbət gedir. Hələ bir dəfə burada şeylər olur, dövlət səviyyəsində nəsil olub, mənim tutulmalar olur, nələr olur. Heç bir ki, mən o gündən bu işdən əl götürüb çəkilmişəm qırağa, dindən də uzaqlaşmışam, ədavətdən də uzaqlaşmışam, heç bir şey yaxında getmirəm. İndi o adamın özü Peyğəmbər elan edirdi, qənd də mənə. Onun tərəfdarları... Əlbəttə tərəfdarları vardı. Yeni cəmaat arasında... Yeni bilmirəm, demək olar ki, var. Yeni bilməm, yeni nesil onun başına toplaşır, amma ki, bilən var. Bu başa düşürük ki, bu adam İslam'a qarşı işləyir, Allahın dininə qarşı işləyir. Bilirsən, burada kimin isə... O deyir ki, siz düz başa düşürsünüz, orada hələ yazılmayıb. Mən də deyirəm, mənim onda ola bilər, mənim başım çıxmır, savadım çatmır. Mən dindar deyirəm. Özü, mən tək beynimlə danışıram. Onlar amma isə belə gələn ki, məsələn, onlar deyir ki, filan yerdə yazılıb belə, filan ayədə belə yazılıb, filan ayədə. Onlar bütün Quranı stat getirirlər. Bilirsiniz, yəni ayəni ayənlə, surəni surənə, bunları bir-birinə ya ayəni gücləşdirirlər, ya surəni gücləşdirirlər, ya onu inkar edirlər, Quranın gücünə. Bunlar heç bir başqa kitab qəbul eləmirlər. Ya hədis, ya kitabzad, onlar deyir ki, bunlar hamısı boş-boş şeylərdir. Nə var, güc hamısı Qurandadır. Mən də ondan qırağa çıxa bilmərəm, bax, əlbəttə Qurandadır, soğuqlardı getdi. Mən də o hədisdir, mənim hekayədir, rəvayətdir, onları mən ancaq ədəbiyyatda işlədirəm. Amma reallıqda, realizmdə mən onu işlədə bilmərəm. Bəs biz necə bilək, namazı necə qılmaq lazım, neçə rükət qılmaq lazım, biz bunları hardan götürürük, hədislərdən götürürük? Yəni, burada belə bir şey var ki, orada ələ yazılıb, məsələn, əqəmə əs-sələtə, qalxın ayağa, islah olun. İndi biz də bunu hansısa alimdən götürmüş ki, əlinizə yuvaq, məsinizlə çəkək, mənə neyini, bu illərlə, əsrlərlə gəlir çatır bura. İndi hər gələn də buna bir yenilik əlavə eləyib. Deyir, yox, o düz demir, mən düz deyirəm, bu deyir, yox, o düz demir, mən düz deyirəm, əl belə yuyulmalıdır, bu deyir, yox, belə yuyulmalıdır, bu deyir ki, mənə belə yuyulmalıdır. Burada da bu söhbətlər qalxıb şikib. İndi burada bunun şikməyində də
Avropanın da bir əli var, başqa bir dövlətin də bunun əli var, başqa bir dinin də əli var, başqa bir kiminsə də əli var ki, bunlar bir-birini qırsınlar. Bu birləşə bilmir. Bu İslamı parçalamaq üçün, bilsən, bunlar əsl o minalardılar, bombalardılar. Çünki həmin o əl yumaqla, ayaq yumaqla, məs çəkməklə, bunları bir-birinə düşmən eləmək, İslamın içinə bu zarətləri qoymaqdır, bu bombaları qoymaqdır. Ne üçün? İslam bununla birləşə bilməz. O deyir ki, sən düz deyirsən, bu deyir ki, sən düz deyirsən. Artıq burada mübahisə düşür. Yadıma keçən nəslin 20-ci illəri düşdü, 18-ci illəri düşdü. O vaxtları burada ADR elan olunmuşdu, Qafqazda da, Şimal Qafqazda Dağlıların Respublikası elan olunmuşdu. O vaxtı Dağlı Respublikası, Dağlılar, Qafqazlılar istədilər ADR-dən birləşsinlər. Amma ADR-dən hər cavabı verilmədi. Qafqaz İslam ordusu bura nəyə görə gəlmişdi? Nəyə görə bura gəldi? Dağlasana da getdi. Onların təklifi nə idi? Ümumiyyət Allah Teala bizdən nə tələb edir? Bir müsəlmanlar bölünməyin, bir yerdə olun. Müsəlmanlar bir yerdə olsa bizə heç kəs baxmaz. Amma o vaxtı birləşsəydi ADR Dağlı Respublikası ilə, Osmanlılarla inşallah hələ o sultanlıq da dağılmazdı, Osmanlı sultanlığı da dağılmazdı. Amma Osmanlı sultanının, mən deyim, tarixdə tüm dövlətlər bir gün yaranır, bir gündə dağılır. Bu mütləqdir, bu mütləq olmalıdır. Amma burada indi belə bir şey var. Səfəvilərlə Osmanlıların arasında heç bilinmirdi ki, bunlar neyin üstündə mübarizə aparırlar. Bilinmirdi, bu yalandan qurma bir şey idi. Ondan sonra Osmanlının dağılmağında Atatürk'ün bizim bilir ki xidmətləri indi məcbur biz onu sayaq. Yaxşı, bu birdən Osmanlı dağılmasaydı, bunu mütləq bu dağılmalıydı. Bu mütləq dağılmalıydı. Biz şükür eləməliyik ki, burada bilin ki, Atatürk kimi bir adam var idi, o dağılmış Osmanlını ondan tezdən bir yığın düzəldə bildi, bir dövlət düzəldə bildi. Düzəldə bildi bunu. Bax, o Sultan Həmid artıq bütün Avropa Osmanlını ələ almışdı. Bildim, amma vaxt var, tam tərsinə idi axı. Avropa tir əsli Osmanlı qarşısında. Mesela o tir əsli mən bütün gücü vermişdi orada. Çünki İslam güclü idi Osmanlıda. Sonra yavaş İslam başladı zəifləməyə, uzaqlaşır Allahın dilindən. Şəriətdən uzaqlaşdırırlar Osmanlıda və s. axır və axırda belə oldu. Bax, o vaxtı öz oğlunu o öldürdü Sultan Süleyman. Ne için öldürdü? O Rəxsalana qurdu, quraşdırdı, dedi ki, sən oğlun, sən için bunu hazırlayır. Onu şeylədi, öldürdü. Neşin Sultan Süleyman neşin havalandı? Sultan Süleyman qocalıqdan öldü, havalandı o. O havalandı, görürsən, nə günə çıxdı, nə qara basırdı onu, neçə gün o şeydən çıxmadı o, 40 gün neçə gün şeydə qaldı o, adına da o uzun bir binası vardı, onun içindən çıxmadı bari. O şey olma havalanmışdı. Bizən, indi sənə bir sözüm, tarixdə 15-ci əsrdə İvan Qrozunu öz oğlunu xəncəli soxdu oğluna, öldürdü. O nədən öldü? Qocalıqdan öldü, yox, oğlunu öldürdü, havalandı. Sultan Süleyman çox güclüydü, siyasətdə də güclüydü, vuran əli də var idi. Güclüydü də, üçün ona qanunu qoyurlar. O, heç kim üçün keçmirdi. Əgər dövlətə xəyanət eləmisənsə, sən öldürülməlisən. Dövləti o yazmışdı ki, dövlətə xəyanət eləyən mütləq öldürülməlidir. Kəlləsi alınsın. Onun bir sözü vardı, kəlləsi alınsın. Çox qutardı getdi. Dövlətə xəyanət eləmək olmaz. Dövlət bizə nə deməkdir? Dövlət. Bütün, onun bütün varil, dövləti, qanı, gələcəyi, hamısı dövlətin içindədir. Sən əgər bunun bir dənə ona xəyanət eləyirsənsə, deməli, sən ona xəyanət eləmədin. Sən onun bələyindəki körpəsindən tutmuş, o qocasına sən xəyanət elədin. O düşmən ora girəndə, onu yerlə geçən Çingizxan Çinə girəndə, onun bir əmri var idi. Mən deyim sənə,
əmri nə idi onun? O əmr vermişdi ki, Kolesnitsa bilsən də nədir? 2 çarpın ucuzunda ox var ha. Kolesnitsa. Kolesnitsadan yuxarıda canlı qalmasın. Kolesnitsanın hündürlüyü nə qədərdir? Maksimum 50 santim. Kolesnitsa nə qədərdir onun yerdən hündürlüyü? 50 santim da çarxın ortasına boydadır yerdən. 40 santim 50 santim. Ondan böyle yoxdur ki. O əmr vermişdi ki, Kolesnitsadan hündürdə canlı qalmasın. Hamısını qırdırmışdı. Yerdə deyir ki, 80 santimetr, 70 santimetr canlı var, neydi vardı yerdə? Çingizxan Çindən çıxanda yerdə 80 santimetrində Pekində canlı vardı yerdə, insan var idi yerdə. Bu nədir? Sonra da ki, biz istəyirik buna ad qoyaq, mənəm filan sərgərdə, filan mənəm qalibnə, hansı, bu nədir? Bu, axı insanlığa sığışmır bu. Axı bu insan bu qəddarlığı qəbul eləyə bilmir. Bir adamı öldürene katil değiller. Bunu öldürene vahi değiller. Aslında şimdi mesela Nesli kinosunda Nesli deyir ki 70 bin Naxçıvanda 50-ci qarasında 70 bin insanı diri-diri divara öldürür Teymur. Hindi də bir yağış yağanda divardan qara qan axır. Orada Nesli kinosunda çəkiblər bunu. Baxı insan bunu, canlı insan bunu insana qarşı icra eləyə bilər bunu. Axı biz insanıq, axı biz heyvandan bizim şuurumuz var, ağlımız var. Məsələn, sən 1-2 nəfəri əlləyə bilərsən. 1-2 nəfəri, daha hələ yox da. Babaki görsən necə öldürür, sağ əli biləngindən aşağı kesilsin, sol əli dizindən mənə bir qolundan yuxarı kesilsin, mənə bir sağ ayağı buradan kesilsin, sol ayağı buradan kesilsin, acayip bir formu, sonra başı kesilsin, sonra mənə nə olsun? Nədir bu qəddarlığın adı, nədir bunun adı? İnsan necə oldu, ilahi? Kinoda hələdir ya. Kinoda hələdir, kinolar hələ çəkilir. Hələ də oldu mu, yoxsa çəkildi? Kino biraz bədii şeydir. Yox, məsələn, sənə bir dənə söz deyim, şeyin adı nədir? Babək kinosunun motivləri, necə deyim, onu Ziya Bünyatov, 10-cu əsr tarixçisi, Cəlil Məhəmməd Ət-Təbərinin onun əsəri var, Əl-Usul Vəl-Mülk əsəri var. O əsərdən də götürülür. 3 dənə əsərdir orada, əsas şey gedir orada. Adı nədir? Təbəri gedir orada. Təbəri böyük tarixçi, 10-cu əsrin böyük tarixçisidir. Bir də ki, Əl-Məsudu var, Mürüc Əl-Zəhəb əsəri var onun. Bir də ki, kitab Əl-Fihrisli Əl-Nədimi var. Bu 3 kitab əsas götürülür orada, ən çox Təbəridən gedir orada. Təbəri bunları qoyub ortalığa qoyub onu. Təbəri, bax, onu yazır. Bilmir ki, bu nədir? Bir sən düşün, mən bildim. O deyirdi ki, sən mənə üçün din getirmirsən, İslam getirmirsən. Mən qəbul elədim İslamı. İndi sən deyirdi mənə dinlə, sən İslamı qəbul eləmirsən. Deyir, əgər sən İslamı qəbul eləsəydin, sən deyir ki, bu qədər insanı qırmazdın. Sən deyir, mənim əkin yerlərini, at ayaqlarının, at tapdağın altında dağım eləmirsən. O, bu xalqın çörəyi deyə deyir. Evləri dağım yandırmışsan, otluqları yandırmışsan. Özü də bəzi tarixçilər yazırlar ki, orada hardisi bir fəri ev var idi, qəşəng ev var idi. Həmin o döyüşçü öz qalxanını asırdı, döyüşçü ilə ordunun içində hansı bir vesvə daşıyan, öz qalxanını asırdı ki, bura mənimdir. O ki, orası şey olurdu, orası zəbt olunurdu. Sonra deyir ki, oranı ərəblər işğal edəndən sonra, Azərbaycanı da, Azərbaycanı işğal edəndən sonra ərəblər 10 minlərlə ərəb ailələrini bura köçürtdülər ki, burada ərəbləşdirmə aparmaq üçün. Amma Təbəri yazır ki, amma bu tərsinə oldu. Onlar öz dinlərini də itirdilər, ərəbliklərini də itirdilər, buranın adət ənənəsini də öyrəndilər, dilini də öyrəndilər və yoxa çıxdılar. Azərbaycanların içində itdilər. Şimdi yoxdur, ərəblər yoxa çıxdı. Amma genetik kod qalır axı. Bilsən o quruq saçlılıq, qara rəng, o qalırsan onu dəyişə bilməzsən. O gəl, yüzüllərlə gedəcək, min illərlə gedəcək o. Bir etnograf abini tanıyıram. Ərəbdir də təmiz. Mən də, mən sənə bir şey deyəndə, adı nədir? Pyotr Pervinin əskəri var idi ya, İbrahim Qanibal. Bizdən Petrovisdir, onun adı İbrahimdir, şeyə də ki, Qanibaldır, o şeydəndir də, adı nədir? Deyəcəm sənə, ardından diyor. Kamerundan. O Kamerundandır. Efiyopyadan deyil. Yok, Kamerundandır. Onun əsli Kamerundandır o. Öldü ki, o şey gedir, adı nədir? Petroviç gedir. Sonra Pushkin, onun haqqında əsər yazıb. Adı nədir? Avram Petra Velikova.
Pyotr deməli Arap Petra Velikova. Arap Petra Velikova. O da Arap yazmır, Arap yazır, pulla yazır onu. Məndə var o kitab. Arap Petra Velikova. Ona hələ yazıb, onun babasından yazıb. O bizim kimin oğlu deyil? O Qanibalın 4 dənə oğlu var idi. O bilsən, deməli, biri İvan idi onun, İvan, biri Osip'dəndir, biri İshak idi, biri də Petr idi. O Osip'dəndir. Osip'in, bax, o şeydir, onun Osip'in, deməli, onun qızı var idi, Nadejda. Nadejda'nın, deməli, Nadejda, şeyin anasıdır, adı nədir? Pushkin'in anasıdır. Nadejda Pushkin'in anası. O da ki, Abbasqulu Bakıxanov onlarla ailəvi dost olub. Pushkin'in ailəsinə. Mən Pushkin'in haqqında bütün əsərləri oxumuşam. Pushka sözü, Pushkin'in komediyası hardan gəlib? O bilirsiniz, qabaqda gedən, period, məsələn, Pushkar, Strimyan period, belə bir şeylərdən Pushkin'ə şey veriblər. Puskay, Burak. Burak, yəni qabaqda gedən də, yəni qabağa gedən, belə bir şey ad veriblər ona. Pushkin'ə onu belə yazıblar, belə onu tarixi belədir onun. O Pyotr Abbasqulu Bakıxanov neçə dəfələrlə onların evində olub, ailəvi dost olub onlarla.